Mən İbrahimov Əfsanə Kanal 8 TV'nin Cənub bölgə müxbiri. Bu günləri mətbuatımıza və Kanal 8 TV'nin izləyicilərinə 44 günlük müharibədə qəhrəmancasına döyüşən şəhidimiz Adəm İkramoğlu Heydərov haqqında məlumat verəcəm. Adəm Heydərov 2000-ci il mart ayının 26-sında Qəbələ rayonunun Qum qəsəbəsində anadan olub. 2006-2017-ci illərdə Qum qəsəbəsinin Təbriz Yaqubov adına qəsəbə tam orta məktəbinin təhsil alıb, subay idi. Şəhid Adəm İkramoğlu Heydərov 2000-ci il mart ayının 26-sında Qəbələ rayonunun Qum qəsəbəsində anadan olub. Şəhid Adəm Heydərov Qəbələ rayonunun Qum qəsəbəsində anadan olmuşdu. 20 yaşı var idi. Əsgərliyin qutarıb gəlmişdi. Bakıda işləyirdi. 2020-ci ildə müharibə başladı. İşin gücünü atdı, gəldi, özü könüllü müharibəyə getdi. 13 oktyabr Ağdərə 530 yüksəlində şəhid oldu. 34 gün neytralda qaldı. Düşmənlər şəhid Adəm Heydərovun nəşini verməmək istəyirdi. Axırda şəhid Adəm Heydərovun nəşini düşmənlər çəkilişlə yandıraraq verdilər. Allah onların bəlasını versin. Şəhid Adəm Heydərov özü müharibəyə könüllü getmişdi. Cəm şəhidlərimizin Allah ruhunu şad eləsin, yerlərini cənnətli məqamlarını uca eləsin. Şəhid Adəm İkramoğlu Heydərov 2020-ci il sentyabr ayının 27-sində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhid Adəm İkramoğlu Heydərov oktyabrın 13-də Ağdərə döyüşləri zamanı şəhid olmuşdur. Şəhid Adəm İkramoğlu Heydərovun nərşi Qəbələ rayonunun Qum qəsəbəsinə gətirilərək torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığını və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 15-12-ci ay 2020-ci il tarixli sərəncamına əsasən Şəhid Adəm İkramoğlu Heydərovu ölümündən sonra Vətən uğrunda medalı, su qovşağının azad olunması üçün medalı, cəsur döyüşçü medalları ilə təltif edilib. Nə bəxtin gülmədi, nə də ki üzün, yollarda qaldı iki cüt gözüm. Sinəmə dağ çəkdi, səssizcə sözü, dünyası yıxılan şəhid atası. Canından can qopan bu ağrı nədir? Övladın bu dağı dünya qədərdir. Atalar bilərlər bu ağır dərdi. Dünyası dağılan şəhid atası. Bir gündə qocalar baxışlarında, fəryadın susturar yağışları da, qəhərdən boğulan şəhid atası. Ananı susturar gözyaşı yenə, səni susturmaz ki dünyada heç nə. Hər kəsdən gizlənib ağlarsan hər an, dünyası pus olmuş şəhid atası. Toyunu görmək istədim, oğlunu torpaldı. Atan olar mən bağışda, arzun ürəkdə qaldı. Şəhid damarları düşüb, yarından ayrılasınlar. Zaman keçdi bu dünyadan, doymadı körpəsindən. Şəhid damarları düşüb, yarından ayrılasınlar. Zaman keçdi bu dünyadan, doymadı körpəsindən. Anama deyin ağlamasın, mən daha cənnətdəyəm. Ölməmişəm Quran deyir, şəhidlər ölməz ana. İmam Hüseyin yanındayam, oğlaya saxlama. Yağışları cənnətimə, qurban olum ağlama. Anama deyin ağlamasın, mən daha cənnətdəyəm. Ölməmişəm Quran deyir, şəhidlər ölməz ana. İmam Hüseyin yanındayam, oğluna yar saxlama. Yağışları cənnətimə, qurban olum ağlama. Yağışları cənnətimə, qurban olum ağlama.
أشهد أن لا إله إلا أشهد أن محمدا رسول